Şəkidə 31-ci rayon Aydın Məmmədov küçəsində bu gün günorta radələrində Zeynalovlara məxsus fərdi yaşayış evində yanğın baş verib. Ev sahiblərinin sözlərinə görə evin xanımı və gəlin qaz sobasının ətrafında baş verən yanğını söndürmək istəyiblər. Əski də vardı orada qazın yanında. Oradan əski alışanda istədi ki, söndürə, əlağı zadı yandı. Ondan sonrasına əşyalar başladı yanmağa. Burada heç birinin təqsiri yoxdur. Əysi od alıb, cəlində qazın böyründəymiş. Əysini alıb çəkmağa, o da belə pambıq bir şeydir. Qoxunu təmiz alışıb, cəlində ayamana istəyib ki, keçirə, əlağı zadı yanıbdır. Əraziyə cəlb olunan 100 xidmətin əməkdaşları xəstələrə ilkin yardım göstərərək onları Şəki rayon mərkəzi xəstəxanasına aparıb. Xəstəxanadan bildirdilər ki, saat 14:53-də qaz sızması nəticəsində baş verən yanğın səbəbi ilə xəsarət alan 2 nəfər Şəki rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər müalicəsi hazırda xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir. Rəhman Həkimzadə, Rəvan Məmmədli, bugün informasiya proqramı üçün.